Paytaxtın Nəsimi rayon Yusif Vəzir Çəmənzəməlli küçəsində yolların bərbad vəziyyəti sakinlərin ciddi narazılığına səbəb olub. Ərazidə aparılan tikinti işləri və ağır yük maşınlarının nəzarətsiz hərəkəti nəticəsində yol örtüyü tamamilə sıradan çıxıb. Sakinlər deyir ki, bu vəziyyət gündəlik hərəkəti çətinləşdirilir və təhlükə yaradır. Məsələ ilə bağlı ərazidə olduğumuz müddətdə çəkiliş apardım. Nəsimi rayon Yusif Vəzir Çəmənzəməlli küçəsindəki bu vəziyyət aylarla davam edir. Yolun bərbad bir vəziyyəti həm ətrafda yaşayan sakinlər tərəfindən və eyni də bu yolda hərəkət edən sürücülər tərəfindən narazılıq böyükdür. Bağlı fikrinizi bildirərsiniz. Orada neçə aydır belədir. Bu sıkıntı olandan sonra buradan işləmək olmur. Hələ o tərəfdən gələnlər, o bir yol ümumiyyətlə darmadağındır. Bura gələn, baxan, nə bilməm. Bizə bu yolun bu bərbad vəziyyətinə sakinlərin qeyd etdiyinə görə yoldakı vəziyyət bundan ibarətdir ki, ətrafda həm söküntü ilə bağlı olan yük maşınlarının bu asfaltın dağıdılmasına səbəb olmuşdur. Sakinlərin qeyd etdiyinə görə dəfələrlə müvafiq qurumlara müraciət etsələr də yolun bərbad bir vəziyyəti hələ də bərpa edilməmişdir.